2 il öncə çıxarışla torpaq alıb ev tikən şəxs həmin tikilinin heç bir xəbərdarlıq olunmadan söküldüyünü iddia edir. Xəzər xəbərə müraciət edən Bəhruz Alışov deyir ki, evi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülüb. 2024-cü ildən torpaq aldım qanuni çıxarışla. Hətta həmin o çıxarış əsasında mən torpağa elektrik, işıq da çəkdirmişəm. Bütün qanunlara riayət edirəm. Vahid pəncərə sistemindən portala yerləşdirdim, layihəmi təsdiqlədim, portala yerləşdirdim və mənə portaldan imtina gəldi. Baxıram imtinada ki, bəlkə evi böyük tikmişəm filan, 2 sot yarıma uyğun deyil. Heç nə. İmtinada olub ki, 2040-cı ilə qədər Bakı şəhərinin baş planına uyğun olaraq burada yaşayış obyektləri içində, yəni turizm zonası olacaq. Baş nazirin əmri 2023-cü ildədir. Mənim də aldığım çıxarış 2024-cü il. Bəhruz Alışov ona gəlmiş imtina vərəqini daşınmaz əmlakın kadastru və reestri publik hüquqi şəxsinə göndərib və etiraz edib. Bildirib ki, ona turizm zonası olması nəzərdə tutulan torpaq satılıb. Qurumdan isə cavab gəlib ki, həmin ərazi turizm zonası deyil, yaşayış məntəqəsidir və prosesdə səhv baş verməyib. Baxdım ki, iki qurumun arasında qalmışam. Bir qurum deyir ki, oxu, bir qurum deyir oxuma. Mən də götürdüm həmən haqlı olaraq, həmən iki qurumu verdim məhkəməyə ki, məhkəmə aydınlıq gətirsin ki, biz bilək ki, məsələ nədən gedir, söhbət nədən gedir. Haqlı olaraq hakim sağ olsun, baxdı, bütün qanunları istinad elədi, Bakı şəhərinin baş planına baxdı 2040-cı ildə. Baş planına baxdı ki, gördü, həqiqətən də mənim torpağım yaşayış məntəqələrinin torpağıdır. Bəhruz Alışov iddia edir ki, məhkəmədə qalib gəlməsinə baxmayaraq tikdiyi ev İcra Hakimiyyəti tərəfindən sökülüb. Hündürlüyü 2 metrəni keçməmə şərti ilə mən orada hasar tikdim. Gəldim, gördüm ki, hasar da vurub dağıdıblar. Ki, bunlar qanun pozanlıq edirlər. 70-ci maddəyə uyğun olaraq hündürlüyü 2.20-ni keçməmə şərti ilə mən hasarı çəkmək üçün heç kimdən icazə almalı deyiləm. Tələbim cinayət işi açılsın, qanunlar işləsin. Konstitusiyanın 29-cu və 13-cü maddələri tam olaraq niyə pozulub, ona cavab versinlər. Hələ mən tikməkdən danışmıram. Siz niyə mənim mülkiyyətimə toxunmusunuz? Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən ərazi Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 504 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin baş planına əsasən çox funksiyalı ictimai işgüzar zonasında yerləşdiyindən həmin ünvanda fərdi yaşayış evi tikilməsi məqsədə müvafiq hesab edilməyib. Həmçinin o da bildirildi ki, hal-hazırda Bakı İnzibati Məhkəməsində proseslə bağlı inzibati işlərə baxılır. Şəbnəm Qurbansoy, Bəxtiyar Babayev, Xəzər xəbər.